başa düşüb, səhvlərini də başa düşüb, nöqsanlarını da başa düşüb və görürəm, inanıram ki, bu adam dəyişib, bilirsiniz. Biri var hakimiyyətdə olasan, biri də var oradan gəlib düşəsən və indi çox şeyi başa düşür. Sizə elə gəlmirmi ki, sizin bu münasibətiniz öz əsərinizdə hiss olur? Yəni, Çingiz Abdullayev istənilən səviyyədə obyektivliyi saxlaya bilməyib. Məsələn, Mikhail Qarbaçovu, Şevardnadzeni kiçik ştrixlərlə çox kəskin tənqid edən Çingiz Abdullayevin Heydər Əliyevə simpatiyasını hiss etməmək ümumiyyətlə mümkün deyil əsərində. Yox, mən deyə bilməzdim ki, bu belə simpatiyadır, amma yenə deyirəm, mən hesab edirəm, bilirsiniz, hər adamı ölçmək lazımdır, konkret niyə əməl edib, niyə gəlib. Qarbaçovla Şevardnadze dağıdıblar, keçmiş onlara bunu və bu evi bunlara veriblər, bunlar bu evi dağıdıb köçüblər. Bağışlayın, niyə görə mən hörmət eləməliyəm? Bir ailəni saxlaya bilməyən adama mən hörmət eləyə bilmərəm. Lakin isə Heydər Əliyev pisi, yaxşısı 93-cü ildə gələndə, o vaxtdakı Azərbaycanı mən xatırlayıram, mən Azərbaycanda idim, bilirəm. Azərbaycan parçalanmalı idi. İndi bu vəziyyət yoxdur və bu vəziyyət stabilləşib və mən hesab edirəm ki, bununla. Bilirsiniz, mən hər adamı istəyirəm obyektiv baxım. Hər adama istəyirəm bir gözlə baxım. Mən istəmirəm kimisə pisliyim, kimisə yaxşı, kimisə yaltaqlanım. Ona görə mən obyektiv baxıram və bu simpatiya deyil, bu obyektiv baxışıdır. Onun nailətləri, müxalifət qəbul eləməsə də onun nailətləri var, iqtidar qəbul eləməsə onun səhvləri də var, nöqsanları da var. Amma bunu yazanda sən başa düşməlisən, niyə görə yazırsan? Sən yazırsan yalnız ona görə ki, pisləyəsən, ya yalnız ona görə ki, ona yaltaqlanasan, bu obri. Amma sən yazırsan, obyektiv yazanda, sən onu fikirləşib yazmalısan. Və mən sizə deyim, mən onu həmişə fikirləşmişəm. Yazıcı öz yazına hörmət eləməsə, ona heç kəs eləməyəcək, hörmət eləməyəcək. Ona görə mən kitabımı belə yazıram ki, 20 ildən sonra mənim oğlum gəlib bu kitabla məndən soruşsa, ata, sən utanmırsan ki, bunu yazmısan, 20 ildən sonra da mən deyəcəyim ki, mən bu sözlərim üstündə durmuşam. Ümumiyyətcə, mən adamları tez mövqeyi dəyişən adamlarına xoşum gəlmir. Həmin bu kitabla ki, kitabda ki, siz obrazını yaradıbsınız Gürcüstan və Azərbaycan prezidentinin, deyəsən, kitabın təqdimatında maraqlı bir hadisə baş verib. Nə olmuşdu? Hə, düzdür, orada bir kitabın təqdimatında olanda Həsən Həsənov keçmiş Xarici İşlər Naziri dedi ki, biz onu verəndə bir əhvalat danışqı ilə də bir gülməli əhvalat olsun ki, belə yəni Kafkas kimi, bu Gürcülərdir, tost kimi olsun və bir əhvalat da danışdım orada, gülməli əhvalat danışdım ki, bir 4-5 prezident gəliblər Allahın yanına, belə bir anekdot danışdım. 4-5 prezident gəliblər Allahın yanına, soruşurlar, bizə haçan hər şey yaxşı olacaq. Amerikanın prezidentinə Allah dedi ki, 100 ildən sonra olacaq, sən bunu görməyəcəksən. Rusiyanın prezidenti dedi, 1000 ildən sonra olacaq, sən bunu görməyəcəksən. Amma Gürcüstan, Azərbaycan prezidentlərə baxdı, dedi, bəlkə sizdə də yaxşı olacaq, amma mən bunu görməyəcəyəm. Yəni, belə mənada bu biraz gülməli idi, amma bu belə mənada çox bilirsiniz, hər anekdotun bir fikri var. Yəni, bu fikirdəki çox çətindir. Bu ölkələrdə çox çətindir. Bəs Heydər Əliyevlə Eduard Şevardnadzenin reaksiyaları necə oldu? Yaxşı, güldülər, ikisi də güldülər. Reaksiyaları yaxşı oldu. Siz partiyada işləyibsiniz, partiya təşkilatlarında. Bəs Yazıçılar İttifaqına necə gəldiniz? Yazıçılar İttifaqında belə oldu ki, mənim kitablarım başladı çıxmağa və o vaxt 87-ci ildə amnistiya var idi, böyük bir amnistiya var idi. 87-ci ilin 70 illiklə, SSR-ün 70 illiklə bağlı böyük bir amnistiya var idi. İndi arxivlərdə bütün material var, onu baxa bilərlər. Onu qaldıranda biz görərik ki, o vaxt Mərkəzi Komitədə Moskvadan gəlmişdi bir qərar ki, bütün tustaqları, yəni azad olunan tustaqları yığıb Sumqayıta göndərmək, amnistiya olanları Bakıda saxlamamaq. Və mən də şəxsən biz 2 ay, noyabr, dekabr göndərirdik Sumqayıta. Sonra fevralda, 88-ci ildə Sumqayıtda bu əhvalat oldu.
bilirsiniz ki, yolu bağladıq. O Qaradağdan da yolu, bu tərəfdən də Sumqayıt yolunu bağlamışdılar ki, Bakıda heç nə olmasın. Və o vaxt Bakıda da oradan heç nə olmadı. Sonra da bir yarım ildən sonra məsələ qalxdı ki, Yazıçılar İttifaqı təşkilat məsələləri üzrə bir katib lazımdır. Bana razılıq verdi ki, mən gəlim. Sizə deyim ki, bir 5 gün, 10 gün özümə gələ bilmirdim. Yəni, nə iclas apara bilirdim, nə özümə gələ bilmirdim. Deyəsən, evdə də deyirdiniz, heç kəs inanmayıb. Bəli, evdə də heç kəs inanmayıb, gülüblər mənə, sən deyir, bilirsən, nə təşkilata gedəcəksən və oradan mən hesab eləyirəm, Azərbaycanın bəlkə ən müqəddəs bir yeri vardırsa, bu həmin bizim binamızdır. O ilk iclası olub. O çox maraqlı olub sizə. Deyim ki, belə olub ki, bizdə o vaxt rəisət heyəti var idi və birinci iclası Anar həmişə sədr aparmalı idi, amma həmin Anar müəllim getmişdi, SSR-in xalq deputatı seçilmişdi 89-cu ildə və ora getmişdi. Və mən otağa girəndə nəinki katiblər oturmuşdu, Əkrəm Əlisli, Cabir Novruz, Balaş Azəroğlu, Hüseyin Abazadı, rəisət heyətinin üzvləri də oturmuşdu. O vaxtdakı premiya, mükafat komitəsinin sədri Mirzə İbrahimov, Ali Sovetun sədri Süleyman Rustam, keçmiş Yazıçılar İttifaqının rəhbəri İsmail Şıxlı, hamısı oturublar. Mən də Azərbaycan dilində 2 söz danışa bilmirdim. Girmişəm, qorxusundan yanmışam, keçə bilmirəm. Bunlar baxdılar mənə, güldülər. İsmail Şıxlı, Allah rəhmət eləsin, mənə dedi ki, keçkinə narahat olma, biz sənə kömək eləyərik. Süleyman Rustam da güldü deyə, Əli Sovetun sədri burada, neydən çəkinirsən, neydən qorxursan, keç iclası apar, gedən və doğrudan da onların köməyi olmasaydı, onlar qəbul eləməsəydilər, Nəbi Xəzri, Baxtiyar Vahabzadə, Elçin, mən burada qalıb işləyə bilməzdim. Mən bir kitab yazmışdım, Özüvə ölüm axtar, adı da belə idi. Orada çox kəskin bir şəkildə o vaxtdakı NTV-nin kinonun rəhbəri Qusinskini mən açmışdım, necə o danışıqlar gedir, necə pul qazanır, necə kredit götürür. Və o vaxtda belə mən heç təsəvvür də eləyə bilməzdim ki, belə ola bilər. O vaxt həmin o kitab çıxandan sonra onlar başladılar Karjakovla, keçmiş Yeltsinin köməkçisi ilə, mühafizə rəisi ilə, onlar başladılar toqquşmağa və Qusinski qaçdı, Rusiyadan qaçdı İngiltərəyə. Başladılar, ona qarşı hamısı başladılar yazmağa və bu vaxt mənim kitabımı tapdı general Babkov. O həmin general idi ki, Bakıda yanvarın 90-ında, o 90-cı ildə o burada rəhbərlik eləyirdi, həmin o general idi. O mənim kitabımı oxudu, dedi ki, biz Qusinskini biabır eləyib, məni biabır eləyib, yəni Babkovu və göndərdi ona kitabı ki, biz bu adamı neysə həll eləmək lazımdır. Və sonra mənə danışdılar ki, pul da ayırmışdılar ki, bir adam tutub göndərəcəyik Bakıya. Amma, siz öldürməyin. Yəni görünür, hə, yəni mənə belə danışılır. Amma sonra o vaxtdakı Mosbankın prezidenti Cahangir Zamani idi, yəni o Azərbaycanlı idi, İranlı idi. O apardı o kitabı Qusinskiyə. O Qusinski oxudu kitabı, dedi, nə yaxşı kitabdır, niyə görə da, nə istəyirsiniz bu yazıcıdan? Yaxşı yazıb da, maraqlı yazıb. Lazım deyil, çağırırız o adamı geri, da, pul vermiyoruz da. Onsuz da problemlərimiz çoxdur, hələ bir problem də çox olacaq. Və onu ilə sonra mənə onu Cahangir Zamani danışdı. Bəlkə də düz deyil, bəlkə də neysə şişirdib, amma əslində belə olmuşdu. Və görürsünüz, neysə, hədələməkdən başqa da neysə istəyirdilər eləsürlər. Amma da ondan sonra belə şeylər. Bilirəm ki, Litvada da Landsbergis deyib ki, mənə viza verməsinlər, çox narazı olub. Mən yazmışam ki, Saudüsün bəzi rəhbərləri KGB-nin agentləri olub. Yəni, mən də sübut olub ki, bunu yazmışam. Amma bunu ilə də qutarıb. Bir dəfə də olub bizim də açıram, bizimkilər məndən narazı olacaq. Bir dəfə bizim Yazıçılar İttifaqının kuratoru da gəldi mənim yanıma, deyir, axı siz hardan bir belə məlumat alırsınız, biz də bilmək istəyirik. Deyirəm, valla, ya öz başımdan fikirləşib yazıram, ya dostlarımla danışıram, mən də belə, yəni belə bir gizli məlumat yoxdur. Siz dediniz ki, dəqiq məlumatlar var idi elə Litva ilə bağlı. Bəli. Deyəsən, SSR-nin dedikasında sizin yaxşı dostlarınız olur. Nöşün olub, indi də var, mən bunu güzdəmim. Nəinki dedikada, Azərbaycanda da sizə deyim, çox
nahaq bizim cavan alimlərimiz arxivlərdə işləmirlər. Arxivlərdə işləsələr çox maraqlı orada işlər tapa bilərlər. Bilirsiniz, mən çox fəxrlə deyə bilərəm ki, Azərbaycanın bütün siyasətçiləri hamısı mənim kitablarımı oxuyur və mən bunu ilə çox fərəhlənirəm. Bəs dünyada necə? Dünyada Primakovu bilirəm, o zəng vurmuşdu, şəxsən məni təbrik eləmişdi. Keçmiş səfir Blakin onu mənim ad günümdə də dedi və Primakov da zəng vuranda mənim yanımda Fərhad Bədalbeyli idi. Primakov istəyəndə məni təbrik eləməyə, Fərhad dedi ki, təbrik eləməzsin, Qarabağı qaytarsın, lazım deyir, deyə təbrik eləm. Yəni, Landsbergis bilirəm, oxuyub, mənim bir kitabımı xoşuna gəlməyib çox, çıxış eləyib də deyib ki, məni düz yazmayıblar. Dünyada bir çox məşhurlar öz xeyirxahlıqlarını göstərmək üçün, yəni məşhur sənətkarlar, məşhur yazıçılar hansısa əsərindən və yaxud hansısa filmindən əldə etdiyi gəliri bağışlayır yetimxanaya, körpələr evinə və yaxud qaçqınlara. Siz necə, belə kömək edibsizmi? Yəni, sizin də kifayət qədər gəlirləriniz olur əsərlərinizdən. Sizə deyim, hər həftə, hər gün mənim yoldaşım uşaq evə baxır və hər həftə gedir, onlarla görüşür, onlara yemək aparır, hədiyyə aparır. Mənim sürücülərim də bunu təsdiq eləyə bilər, mişoklarla alırlar yemək və ora aparırlar və mən hesab edirəm, bu belə də olmalıdır. Amma bunu bilirsiniz, danışmaq, elan eləmək, qəzetə vermək, bu biraz düzdür. Yəni, kömək eləməlisən, amma da belə də yoxdur. Yəni, sən niyə görə kömək eləyirsən? Ona görə ki, bu sənin ürəyindən gəlir, ya bunu istəyirsən bir məşhurlaşasan ki, bax, mən bunu eləyirəm. Əgər eləyirsən də, yavaşda, necə öz uşaqlarını eləyirsən, heç kəs bilmir nə eləyirsən, onu da belə eləməlisən. Vaxtı ilə biz Rustam İbrahimovla 10 nəfər adam ailə itirən adamları götürmüşdük, uşaqları və onlara 5 il kömək eləyirdik, pul köçürdük Qarabağ qaçqınları. Yəni, belə şey eləyirik, amma hesab eləyirəm ki, bunu yəni belə çox məlumat yaymaq ki, bax, bunu eləyir, bunu biraz düzdür. Həyat yoldaşınız adı işdə Çingiz? O həkimdir, göz həkimidir. Çingiz müəllim, sizə ən çox təsir edən nə olub? Bir dəfə Türkiyədə bizə deyib, istəmirdim, təkrar eləyim də, siz məcbur eləyirsiniz. Deyib, siz deyir, adınızı necə kişi qoymusunuz, hamınız. Qarabağı verdiniz, bir belə torpaqları verdiniz. İndi gezib özünüzə kişi deyirsiniz, oturub sağlıq deyirsiniz, bir-birinizi tərifləyirsiniz. Bəs siz necə yaşayırsınız? 20% torpağınızı itirmişsiniz, hələ yaşayırsınız da. Həkim də düz deyib, bilmirəm. Oradan bizim hər gün ağrımız olmalı. 93-cü il idi bu. Bəli. Türk qadını idi, yoxsa Azərbaycan? Azərbaycan qadını. Türkiyədə. Azərbaycan, Türkiyədə, bəli. Nə hisslər keçirdiniz onunla? Çox bir nə hisslər keçirdirsən. Əgər kişiyə deyirlərsə belə sözlər, çox pis hisslər. Və mən, halbuki mən onunla razıyam, Bilirsiniz, mən müharibənin əleyhinəyəm, mən görmüşəm müharibə, bilirəm müharibə nədir, yazmışam ondan. Mən qəti onu, mən istəmirəm ki, bizim uşaqlarımız gedib orada ölsünlər, kiminsə atası ölsün, kiminsə uşağı həlak olsun. Amma mən o bir tərəfində bilirəm ki, o torpaqları azad eləməsək, uşaqlar da yox, nəvələrimiz bizə hörmət eləməyəcəklər, o da var. Sizcə, güclə alınmış torpağı danışıqla qaytarmaq mümkünmü? Tarixdə çox az belə olub, olmayıb. Bəlkə heç olmayıb. Bəlkə heç olmayıb. Olub, bəzi vaxtlar olub, qorxa-qorxa qaytarıblar da sonra belə olub ki. Amma hamısını yox. Hamısında yox. Sizə deyim, mən Kazimirovun çıxışını oxumuşam. O deyir ki, iki tərəfin mövqeyini indi açıb yazır. Deyir ki, uduzan müharibə, yəni açıq yazır belə, müharibəni uduzan Azərbaycan indi deyir, danışıqda udmaq istəyir. Bunu Kazimirov yazıb. Mən başa düşürəm ki, biz neyisə udmaq istəyirik. Amma bizim qonşularımız da başa düşməlidir ki, gec tezi var. Yəni, bu belə qutarmayacaq. 5 ildə ləngitçilər, 10 ildə gec tezi var. Azərbaycanlılar heç vaxt, əgər bu ölkə qalsa, əgər bu xalq burada yaşasa, biz heç vaxt dözməyəcəyik ki, bizim Şuşamızı, bizim Qarabağımızı alıblar. Biz ona dözməyəcəyik. Amma Anar bununla bağlı sizə yaxşı bir söz demişdi, deyəsən. Anarın çox maraqlı sözü oldu. Deyir, bilirsən, bəlkə də qaytara bildik.
Amma bizim beynimizdə qalacaq ki, bizdən güclə alan torpağı biz danışıqla qaytarmışıq. Və həmişə biz özümüzə hörmət eləməyəcəyik. Yəni, Anar da demir ki, sabah gedək, müharibəni başlayaq. Amma nə isə eləmək lazımdır. Bilirsiniz, xalq, adamlar özü-özünə hörmət eləməlidir. Bu çox vacibdir. Və bu hörməti ilk növbədə ziyalılar yaratmalıdır. Görünür, sözün bəlkə xatırlayıram, Milli Meclisdə Qabilə qarşı da bəzi adamlar dedilər, amma Qabil bir şeir oxudu. Azərbaycan əskəri, bəlkə sizin yadınızdadır. Görünür, biraz biz bunu fikirləşməliyik. Bizim nəinki erməni qonşularımız, o biri qonşularımız da bəzi bizim problemlərimiz olur. Görünür, onu çox fikirləşməliyik. Siz iştirak edirdinizmi o müzakirələrdə, Qarabağla bağlı bir məclisə gedən müzakirələrdə? Məni çağırmırlar, axır vaxtlar neysə. Mən getmirəm, görünür, çağırmırlar. Özünüz necə iştirak eləmək istəyirdiniz? Mənim mövqeyim açıqdır, yəni bunu hamısı bilirlər. Mən bunu axı gizlətmirəm. Nədir o açıq mövqey? Biz ordumuzu daha möhkəm eləməliyik. Ordudakı gündə kimsə həlak olur, kimsə ölür, kiməsə çörək çatmır, kimsə xəstələnir. Bu belə olmamalıdır. Bilirsiniz, qonşu Türkiyədə orada ordu ən hörmətli, ən nüfuzlu bir təşkilatdır. Bizdə belə yoxdur, bizdə elə. Onlar oğulları fərəxlə verirlər, ofitser olsun orada, zabit olsun orada. Bizdə belə yoxdur. Bizdə belə olur. İsraildə ordunu keçməyən adam siyasətlə məşğul olmağı bilməz. Yəni, məşğul ola bilməz. Bizdə də belə olmalıdır. Bizdə heç bir siyasətçi seçilməməlidir vəzifəyə, əgər ordunu keçməyibsə, əgər ofitser olmayıbsa, əgər bilmir bu nədir. Bizdə də belə hörmətlə yanaşır. Onda bəlkə neysə dəyişər. Onda qonşularımız da başa düşər ki, geci tezi var. Bizim nə qədər yazıçılarımız, Xalil Rızanı, nə qədər mən saya bilərəm, nə qədər yazıçılarımız oğulları itiriblər bu müharibədə. Və həmin o adamlar, bilirsiniz, birini deyib, o birisini fikirləşməyiblər. Həmin o adamlar bu torpaqlara görə öz oğullarını veriblər. Və mən onlara çox böyük hörmətim də var. Ona görə ki, onlar 200'də olmayıblar. Onlar neyi deyiblərsə, onu da əməl eləyiblər. Ziyalılarımızın ziyası necə? Həmin o müzakirələrdə sizi qane etdi mi Çingiz müəllim? Yox, etmədi. İstəmirəm daha açıqlayayım, amma etmədi. Xeyr. Ziyalı, ümumiyyətcə, mən bir dəfə onu yazmışdım. Ziyalı çox böyük sözdür. Hər ali təhsili adama ziyalı demək olmaz. O, ziyalı deyil. Bizim ziyalılarımız belə işıq gətirən adam olmalıdır. Amma siz o işığı parlamentdəki müzakirələrdə görmədiniz. Təəssürlər olsan ki. Mən istəmirəm, indi bizim orada çox tanınmış adamlarımız var, amma bilirsiniz, biraz bu belə səviyyədə olmamalıdır. Biraz səviyyə məsələsi ümumiyyətcə biraz qalxmalıdır. Tamam çocuğu. Şimdi ayağım kutlarda. Yarım 67 dolara. Acan oyayım geldi. Kaymak kimi. Bu Samsung deyirəm zaman kəsəli tutandı da. Dekabrın 1-dən 20-sinəcən nə alırsan al. Üstündə bir dənə də hədiyyə də verirlər. Tüy Samsung'a. Necədir? Yeriniz məlum. Samsung al, razı qal. Azərbaycanda o yazıçılar qrupundansınız ki, bəlkə o yazıçılar qrupundan birinci adamsınız ki, xaricdən öz kitablarının gəlirindən, yəni kitablarından əldə etdiyi gəlirlə dostları ilə birlikdə Avropanın bir çox məşhur yerlərində özünə ad günü keçirmişsiniz. Nə ad günü idi o? Onu çox adam soruşub olmuşdu. Parisdə keçirdim. Bəli, mən onu çoxdan istəyirdim, keçirdim və keçirdim də. Yoldaşlarım, dostlarımı yığdım. Böyləsə çox çətin idi, ona görə ki, viza eləməli idi. Amma onu yığdım, biz getdik ora və orada qeyd elədik. Yəni, mən hesab eləyirəm, ad günü axı adamın şəxsi bu bayramıdır. Bilirsiniz, indi bizdə çoxsu yazıçıların ad günü deyir,
Vaqif Səmədoğlu yaxşı yazmışdı bir piyasada. Mən demirəm, deyir, Anar gəlsin. Heç olmasa Çingiz Abdullayev gəlib məni təbrik eləsin. Mən demirəm, prezident məktub göndərsin. Heç olmasa baş nazir ya spiker gəlib mən demirəm, Gülüstanda eləsinlər. Heç olmasa filarmoniyada qeyd eləsin. Yəni, mən bunu heç olmasa istəmirdim. Ona görə fikirləşdim ki, dostlarımı yığım hələ gedim orada olum. Hamısından yaxşı. Nə vəzifə istəyirsən, nə orden, nə şöhrət orden, nə istəyir, hamısından yaxşı. Gedib özün, bu sənin şəxsi bayramındır. Neçə ölkədə qeyd elədiniz? 3. 3 ölkədə qeyd eləyəm. Fransada? Belgiyada, Angliyada. Neçə nəfər idi? Çox idi, 30-40 adam idi. Churchillin yaxtasında keçirdiniz. Bəli, keçirdik. Yəni, bu bilirsiniz, mən sizə deyim, bunu çox adam soruşur, amma çox adam bilmir ki, 97-ci ildə Cannes festivali olanda, 50-ci Cannes festivali, mən ora getdim və gördüm ki, orada Charles Aznavour özü Mercedeslə gezir, 4 qapılı Mercedes və orada erməni bayrağı onun üstündə yazılıb ki, bu fəxri konsuldur gəlib. Mən də onda 6 qapılı Mercedes tapdım, Azərbaycan bayrağı ora saldım, pul verdim, dedim ki, səhərdən axşamacan Kanı gezdiriz, qoy hamısı bax. İçerdə özüm də oturmurdum. Amma dedim, geziz, qoy hamısı baxsınlar Azərbaycan bayrağı. Yəni, mən belə istəyirəm, bilirsiniz, mən həmişə istəyirəm sübut eləyim ki, biz sivilizasiyanın bir hissəsiyik. Biz Avropayıq, düzdür, biz geografi cəhətdən Avropa deyirik, amma istəyirəm sübut eləyim ki, biz Avropayıq. Biz Avropanın üzvüyük və biz belə də qalıcıyıq. Mən ömür boyu istəyirəm sübut eləyim. Nəinki mən istəyirəm sübut eləyim ki, Azərbaycan yazıçısı Avropa standartları ilə qonorar da ala bilər, işləyə də bilər, kitab da yaza bilər və məşhur da ola bilər. Və mən sizə bir əhvalat danışım. Mənim təzə kitablarım çıxanda orada deyirdilər ki, nə?